alakası yok. Yollarda gül gibi normal sürətle gedir. Yani ülkenin bir ülkenin iki esas büyük şehrini, elə digər şehirlerini de birleştirmek için ne ihtiyaç var bu postlara? Şimdi ben gene de danışacağım. Bizim bəzi dövlət yol polisindeki dostlarımız diyecekler ki, ay evet müəllim, bu da bizim pul kisəmizdir. Ama belə pul kisəsi olmur aslında. Pul kisəsi milletin belindən çıxmaz. Pul kisəsi dövlət tənzimdir. Pul dövlətdədir, xəzinə dövlətdədir, dövlət tənzimdir. Baxın yollara. Və özü İstanbul, Ankara İstanbul yolunda. Baxın, yol hər tərəfdə meşəlikdir. Şəhər ərazisi deyil, amma işıqlara baxın. Deməli, gecə işıqlandırması da var. Mən həmişə Gəncədən Bakıya gələndə və yaxud da ki, Azərbaycanda daxili yollara gedəndə özüm öldürdüyüm budur. Ama 110'u da koydular. O da niye koydular? Yazıklar 1,2 kilometre. Yani ki ondan sonra onu da götürecekler. Bakın meşaleğin içinde yolun ışıklandırması. Bu yolda niye kaza olsun ki? 1 saate 2 saate yakın yol geldik. Bir yerde radar yok. Ümumiyyətlə Türkiye'de trafik polisi göze değmiyor. Bu postları dəqiqə başına vurup bu yoğunların işçilerini cemaata ilişə, cemaata ne bileyim sataşa buna ne ihtiyaç var ki? Bakın ben əyani vəsait göstərirəm. Bakın əyani vəsait. Meşəliyin ortasında her tərəfdə meşədir. Büyük şehirler yoktur. Işıklandırma sistemi var. Radar yoktur. Bayi yoktur. DP yoktur. Trafik polisi yoktur. Post yoktur. Ankara'dan İstanbul'a niye post olsun? Bakıdan Gəncəyə niye 10 tane post olmalıdır ki? Niye yüzlerle radar olmalıdır ki? Niye insanların qəsdinə durmalısınız ki? Adamın gözü orada kalsın. Ve bu da en bariz numunesi. Əziz dinləyicilər, en bariz numunesi yaz çünki yadıma da düşdü, dedim bu vaxtdan əvvəl əyani bir vəsait verim. Bu budur. Ankara'dan İstanbul'a gedilen yolun bütün boydan boya ışıklandırma sistemi